Euzu billahi mineşşeytanirracim. Bismillahirrahmanirrahim. Elhamdülillahi vahdehu. Ve salatu ve selamu ala men la nebiyye ba'de. Rabbi şrah li sadri ve yessir li emri ve hlul uqdeten min lisani yefkahu kavli. Esselamu aleyküm ve rahmetullahi ve berekatuhu. Hörmətli, dəyərli müsəlman qardaşlar və bacılar. Əvvəlcə sizi Allahın ən gözəl salamı ilə salamlayıram. Sonra özümə birinci növbədə, daha sonra sizə Allahdan qorxmağı, Allaha qarşı təqvalı olmağı, haramdan çəkinməyi tövsiyə edirəm, nəsihət edirəm. Biz keçən dərsimizdə xaricilərlə, xavaricilərlə bağlı və nəhayət onların çoxsunun gedib Dəccala qoşulması ilə bağlı olan hədisləri qeyd etdik. Bugün sizlərə ən vacib məsələ olan yaşadığın ölkənin ölkə başçılarına və yaxud da idarəçilərə və yaxud da işlədiyin idarədə olan, yəni özündən rütbəcə, vəzifəcə böyük rəhbərə qulaq asıb, onun sözünü dinləyib, ona itaat etmək, onun dediklərini etməklə bağlı olan hədisləri qeyd edəcəyik. Və bu ilk növbədə bu bizim dövrümüzə aid olan bir məsələdir. Çünki bu gün bəzi gəncləri çaşdırırlar. Bəzi müsəlmanlar, yəni artıq müsəlmanlar İslamdan çıxıblar. Onlar artıq başqa fikirlərə düşüblər və yaşadıkları ölkənin qayda qanunlarına itaat etmirlər və bununla da İslama zidd, Allaha və Rasuluna zidd hərəkət edirlər və Peyğəmbərimiz s.ə.v-in belələri haqqında olan kəlmələrini, kəlamlarını, sözlərini, nəsihətlərini və tövsiyələrini Allahın izni ilə bir yerdə sizə çatdıracağıq. Və birinci gəlir rəvayət Ənəs ibn Malik, Allah ondan razı olsun, 13 yaşından və daha gənc yaşlarından Peyğəmbər s.ə.v yanında olub, ona kömək edib, onun xidmətində dayanıb, onun hədisi, yəni hədis elmini, yəni onun şəriət elmini, onun necə hərəkət etməsini, necə namaz qılmasını, hansı vaxtda hansı sözü deməsini o çox vaxtı bizə rəvayət edən sahabələrdən biridir və etibarlı və güvənilən sahabələrdən biridir. Ənəs ibn Malik, Allah ondan razı olsun, o rəvayət edir ki, Peyğəmbər sallallahu aleyhi və səlləm belə buyurdu ki, deməli, üzərinizə, yəni sizin başçılığınıza, sizin üstünüzə, sizin üzərinizə təyin olunan idarəçi, əgər onun başı quru üzüm kimi, həbəşli bir kölə başı kimi də olsa, onun sözünü dinləyib özünə itaat edin. Yəni, Peyğəmbər s.ə.v buyurur ki, sizə təyin olunan başı quru üzüm kimi, yəni biz bilirik ki, quru üzümün başı qara olur. O rəngdə, qara rəngdə. Yəni, sizə təyin olunan bir hakim, bir başçı, bir idarəçi, onun yəni rəngi qara da olsa və rəngi qara hətta həbəşli bir kölə belə olsa, onun sözünə qulaq asıb, dinləyib, özünə də itaat edin, dediklərini edin. Vəssalam. Və bu hədis, burada Peyğəmbər s.ə.v bunu bir misal kimi verib, yəni başı qara kölə olsa, həbəşli bir köləni bir misal kimi bizə verib. Yəni, bu o deməkdir ki, sizin yaşadığınız ölkədə, sizin yaşadığınız diyarda, sizin olduğunuz məmləkətdə, yəni, olduğunuz yerlərdə öz rəhbərlərinizə itaat edin, onların sözünə qulaq asın və onların qoyduğu qayda qanunlarla hərəkət edin. Və bu hədisi Buxari rəvayət edib 693 nömrəli hədisdir. İbn Abbas, Allah ondan razı olsun, hamımız onu tanıyırıq, məşhur sahabələrdən biridir. Gənc yaşlarından Peyğəmbər s.ə.v yanına olan sahabələrdən biridir. Adı Abdullahdır, Abdullah ibn Abbasdır. Yəni Abbasın oğludur. Peyğəmbərimiz s.ə.v-in əmsinin oğludur. Abbasın oğlu Abdullahdır. O buyurur ki, Peyğəmbər sallallahu aleyhi və səlləm belə buyurdu. Kim idarəçiliyində xoşuna gəlməyən
bir şey görərsə səbr etsin. Kim? Yəni öz idarəçisində, yəni öz rəhbərində, öz başçısında xoşuna gəlməyən bir xasiyyət, xoşuna gəlməyən bir davranış görərsə səbr etsin. Çünki kim idarəçiyə itaat etməkdən bir qarış, bir məsafə, az bir miqdarda belə çıxarsa, idarəçiyə itaat etməkdən çıxarsa, o cahiliyyət ölümü ilə ölmüş olar. Yəni cahil kimi dünyadan köçmüş olar. Yəni kim yaşadığı ölkənin başçısına, işlədiyi idarənin rəhbərinə itaat etmədən, onun sözünə qulaq asmadan, onu saymadan, onu hörmət etmədən ölərsə, belə bir insan cahil kimi ölmüş olar. Allah qorusun. Və Şeyxülislam İbn Teymiyyə cahiliyyə ölümü, yəni cahil kimi ölmək mənası barəsində buyurmuşdur ki, Peyğəmbər sallallahu aleyhi və səlləm dövlət başçısına itaətdən çıxan və müsəlmanların cəmaatından ayrılan üsyançıları burada vurğulamışdır və onlardan birisi öldüyü zaman o cahil kimi ölmüş olar. Çünki cahiliyyə cəmaatı, cahil kimi ölmək, cahiliyyə milləti, cahil olmaq prinsipi özlərinə idarəçilər nə edərlər? Seçməzlər. Yəni, cahillər istəməzlər onların başında bir idarəçi olsun. Necə ki, onlar daima istəyərlər ki, bir-birləri ilə çəkişsinlər, mübarizə aparsınlar, dava eləsinlər, onu vursunlar, bunu dağıtsınlar, onu töysünlər. Bax, cahiliyyət budur. Və bu gün İslam ümmətində çıxan bu firqələr, bu cəmaatlar ki var, bunlar hamısı cahiliyyə cəmaatlardır. Və əziz gənclər, bu cür cəmaatlara aldanmayın. Hörmətli müsəlman gənclər, ehtiyatlı olun. Allahdan qorxun, yaşadığınız ölkənin rəhbərinə, işlədiyiniz yerin, idarənin idarəçisinə itaat edin. Onları və yaxud evinizdə, yəni ata-ananıza, ailə başçısı kimdirsə ona itaat edin, sözünü dinləyin, ona kömək edin, onun dediyini edin. Şərt budur, haramlardan çəkinin. Yəni onlar sizi harama yönləndirmirlər. Əgər harama yönləndirsələr, onda itaat eləməyin. Amma bütün dünya və axirət işlərində, xeyirli işlərdə daima onlara itaat edib, onlara kömək edin, onlara dəstək olun. Çünki bu Peyğəmbər sallallahu aleyhi və səlləmin öz ümmətinə olan tövsiyəsidir və hətta kim hakimə qarşı çıxarsa, dövlət başçısına qarşı çıxarsa, rəhbərə qarşı çıxarsa, işlədiyi yerdə müdürünə qarşı çıxarsa, evində ailə başçısına qarşı çıxarsa, bütün bu tipdə olan insanlar cahil insanlar sayılır və cahiliyyə kimi və belə vəziyyətdə ölən insan cahil kimi ölmüş olur. Allah qorusun. Yəni, olmaz belə eləmək. Cunadə bin Əbu Ümeyyə buyurmuşdur ki, Cunadə bin Əbu Ümeyyə sahabələrdən biridir. Allah ondan razı olsun. Deyir ki, biz Übadə bin Əs-Samiti xəstə vəziyyətdəykən ziyarət etdik. Yəni, bir dəfə Übadə bin Əs-Samit sahabədir, xəstələnir. Cunadə bin Əbu Ümeyyə deyir ki, biz getdik onu ziyarət eləməyə. Ona dedik ki, Allah sənə şəfa versin. Sən bizə Peyğəmbər sallallahu aleyhi və səlləmdən eşitdiyin və Allahın onunla səni faydalandırdığı bir hədisdir, biz faydalanaq. Übadə bin Əs-Samit buyurdu ki, Peyğəmbər sallallahu aleyhi və səlləm bizi, yəni Ənsar cəmaatını, yəni Məkkədən Mədinəyə köçənlərə mühacir deyirlər, hicrət edənlər deyirlər, Mədinədə yaşayan və İslamı qəbul edən, Peyğəmbər sallallahu qəbul edən sahabələri, Məkkədən gələn sahabələri qarşılayan, onlara öz evini, öz mülkünü verən, onlara kömək edən, Allaha və Peyğəmbərə iman edən yerli Mədinə cəmaatına Ənsar deyirlər. Və Übadə bin Samit deyir ki, yəni Peyğəmbər sallallahu bizi, yəni
Ənsar cəmaatını beyət etməyimiz üçün öz yanına çağırdı. Və biz də ona beyət etmək üçün və üzərimizdə bir borc yükünü yüngülləşdirmək üçün və bunu özümüzə bir borc bilərək və bunu bir borc hesab edərək biz Peyğəmbər sallallahu əleyhi və səlləmə bu sözlərlə beyət etdik. Allah və Rəsulunun sözlərini dinləyib onlara həm sevincli vaxtımızda, həm xoş vaxtımızda, gözəl günlərimizdə, həm də kədərli vaxtlarımızda, dar vaxtımızda, sıxıntılı vaxtlarımızda, həm zəngin vaxtımızda, həm bol nemətlər vaxtımızda, həm kasıb olan vaxtımızda, sıxıntı vaxtlarımızda, kasıb olan vaxtlarımızda, dolana bilmədiyimiz vaxtlarda da və başqaları bizə deməli dəyişdirildikdə bizim başçımız tərəfindən onu dinləyib, ona qulaq asıb itaat etməyə və əhil olanlarla, yəni bir işə deməli əhil olmaq demək, yəni bir işə layiq olan adam deməkdir. Məsəl üçün bir insanı məktəb direktoru təyin edirlər və həmin insan o məktəb direktoru olmağa əhil insan deyil. Yəni ora layiq insan deyil. Ora layiq olan birini ora seçməlidirlər. Bax, bu vəziyyətdə də, yəni layiq olanlarla idarəçilik mübarizəsinə girməyəcəyimizə biz Peyğəmbər sallallahu aleyhi və səlləmə söz verdik. Və Ubadə dedi ki, ancaq idarəçinin açıq bir küfrünü görsəniz, idarəçi açıq bir küfr edir, onu görsəniz və əlinizdə onun küfrünə aid Allahdan açıq bir dəliliniz, sübutunuz olarsa, bu vaxtda onda itaat etmirsiniz. Bu hədisi Buxari Müslim rəvayət edib. Buxari 7056-cı hədis, Müslim 1709-cu hədis. Və bu hədisi biz bir daha izah etməyə çalışaq. Deməli, sahabələrdən biri xəstələnir, Ubadə bin Samit. Digər sahabələr gəlirlər onun yanına. Deyirlər ki, Peyğəmbər sallallahu yanında olmuşsan həmişə. Yəni ondan bizə həm sənin özünün fayda əldə etdiyin, həm bizim bilmədiyimiz və onu səndən eşitdikdən sonra faydalanacağımız bir hədisdir ki, biz o Peyğəmbərimiz sallallahu o sözündən faydalanaq. Və bu Ubadə bin Əs-Samit, Allah ondan razı olsun, buyurur ki, Peyğəmbər sallallahu aleyhi və səlləm bizi, yəni Ənsar cəmaatını ona beyət etməyimiz üçün, yəni onu qəbul etməyimiz üçün bir başçı kimi qəbul etməyimiz üçün bizi yanına çağırdı. Biz ona bizim üstümüzdə bir borc olaraq aldığımız bu sözlərlə beyət etdik. Allah Taala'nın və Rəsulunun sözlərini eşidib onlara həm sevincli vaxtımızda, həm kədərli vaxtlarımızda, həm sıxıntılı vaxtlarımızda, həm zəngin vaxtımızda və başqaları bizə dəyişildikdə kimsə hansısa vəzifəyə təyin olunduqda ona da itaat etməyə və layiq olanlarla idarəçilik mübarizəsinə girməyəcəyimizə söz verdik. İdarəçilik mübarizəsinə girməyəcəyimizə söz verdik. Ubadə dedi ki, ancaq idarəçinin açıq bir küfrünü görsəniz, Allaha qarşı çıxır, Peyğəmbərə qarşı çıxır, yəni açıq-aşkar küfür. Söyür, dini qəbul eləmir, təhqir edir və s. Və siz o küfrü onda görsəniz və sizin əlinizdə onun küfrünə aid Allahdan açıq bir sübutunuz, dəliliniz olarsa, bu vəziyyətdə ona itaat etməyiniz lazım deyil. Və bu hədisi Buxari Müslim rəvayət edib. Nafi, Abdullah, Allah ondan razı olsun, Abdullahdan, o da Peyğəmbər sallallahu belə rəvayət edir. Müsəlman bir şəxsin özünə hər hansısa bir günah, bir asilik əmr edilmədikcə razı qaldığı və xoşlamadığı, istər xoşladığı, istər xoşlamadığı hər mövzuda idarəçisini, rəhbərini dinləyib itaat etməsi vacibdir. Özünə
günahları əmr edildiyi zaman, Allaha qarşı asiliyi əmr edildiyi zaman onu nə dinləmək var, nə də itaat etmək var. Ancaq hətta bəzi alimlər zərurət varsa və baxırsan, əgər bunun nəticəsi daha çox şər olacaqsa, onda itaat etməlisən. Hətta itaat vacib olur onda. Bu barədə misallar var sələfin həyatında. Bizim Nafidən, Abdullahdan və onun da Peyğəmbər sallamdan belə dediyi, rəvayət etdiyimiz hədis ki, Peyğəmbər sallam buyurur ki, müsəlman bir kimsənin özünə hər hansısı bir deməli, asilik, günah əmr edilmədikcə, xoşladığı və xoşlamadığı, razı qaldığı, razı qalmadığı hər mövzuda idarəçisini, rəhbərini dinləyib itaat etməsi lazımdır. Özünə günah əmr edilmədiyi zaman, yəni özünə günah əmr edildiyi zaman nə ona dinləmək var, nə də ona itaat etmək var. Həmin bu hədis Buxari deməli, hədisin nömrəsi 7144, Müslim hədisin nömrəsi 1839. Zeyd bin Vəhb Abdullahdan, Allah ona razı olsun, rəvayət edir ki, buyurdu ki, Peyğəmbər sallallahu aleyhi və səlləm buyurdu. Şübhəsiz ki, məndən sonra bəzi deməli, qarşılıqlar olacaq və xoşlamayacağınız işlər meydana gələcək. Dedilər ki, ey Allahın Rəsulu, bizdən həmin dövrə çatan adam üçün nə əmr edirsiniz? Həmin dövrə yetişən adam üçün nə əmr edirsiniz? Peyğəmbər sallallahu aleyhi və səlləm buyurdu ki, borcunuz olan haqqı əda edin, yəni haqqı müdafiə edin, haqqı, həqiqəti yerinə yetirin. Gücünüz çatan qədər. Sizin lehinizə olanı da, yəni sizin xeyrinizə olanı da Allahdan istəyin. Allahdan istəyin. Gücünüz çatan qədər haqqı, həqiqəti bildiyiniz halda onu nə edin? Onu yerinə yetirin. Sizin əleyhinizə olanı da Allahdan istəyin. Yəni ki, ola bilər ki, hansısa bir yaşadığın yerdə deməli, bir deyim ki, bu hədisi yəni Buxari rəvayət edib. Hədis nömrə 3603-cü hədisdir. Müslimdə 1843 nömrəli hədisdir. Və ləfz Müslimə aiddir. Bu hədis haqqında o bəzi məsələlər qeyd edin. Deməli, burada bir məsələ var. İdarə edənlə idarə edilən arasındakı əlaqə qarşılıqlı hörmət əsasına dayanan bir əlaqədir. Və qeyd olunur ki, İdarə edənlə idarə edilən arasındakı əlaqə deməli qarşılıqlılıq əsasına dayanan bir əlaqə deyildir. Yəni, belə deyək, tərəflərdən biri digərinin haqqını yerinə yetirdiyi vaxt, digəri də onun haqqını yerinə yetirir. Amma tərəflərdən biri digərinin haqlarından bəzisini əngəlləyərsə, digərinin əngəllənən haqqına qarşılıq birincinin bəzi haqlarını əngəlləməsi düzgün olar. Məsələn, ər-arvad arasındakı əlaqə belədir. Amma idarə edilənlə idarə edən arasındakı əlaqə idarə edilənin haqqını ödəməsinə bağlı deyil. Bu o deməkdir. İdarə edilənlərin bəzi haqlarını əngəllədiyi və ya onlara zülm etdiyi zaman idarə edilənlərin yaxşılıqla itaat etməsi kimi hərəkətlərinin haqqını əngəlləmə haqqı yoxdur. Çünki bu, işlərin qarışmasına və anarxiyanın yayılmasına səbəb olar. Son dərəcədə əhəmiyyətlidir. Bundan sonra hədisə baxacağıq, onu da başa düşəcəyik. O hədis belədir. Alqama bin Hədramidən, Alqama bin Hədrami tanıyırıq, məşhur sahabələrdən biridir, rəvayət olunur. O da atasından rivayet edir ki, atası dedi ki, bəs Sələmə bin Yezid Əl-Cafi Peyğəmbər salləmə belə bir sual verdi. Ey Allahın Peyğəmbəri, mütləq bizə söylə, yəni bizə xəbər ver. Başımıza, yəni idarəçiliyimizə öz haqlarını bizdən istəyən, amma bizim haqqımızı bizə verməyən
rəhbərlər gələrsə, bizə nə əmr edirsiniz? O, yəni Peyğəmbər sallallahu aleyhi və səlləm ondan üzünü çevirdi. Sonra təkrar yenə eyni şeyi soruşdu. Yenə ondan üzünü çevirdi. Sonra ikinci də və üçüncü dəfə də ona yenə təkrar eyni sualı soruşanda Əş'as ibn Qeys onu qolundan tutub geri çəkdi və Peyğəmbər sallallahu aleyhi və səlləm də dedi ki, onları dinləyin və onlara itaat edin. Onlara ancaq öz yükləndikləri, öz məsuliyyətləri, sizə də ancaq öz yükləndikləriniz, öz məsuliyyətləriniz vardır. Peyğəmbər sallallahu aleyhi və səlləm demədi ona qarşı çıx. Çünki bu açıq-aşkar deyir ki, ey Allahın Peyğəmbəri, başımıza, rəhbərliyimizə elə bir insan gəlib ki, bu insan öz haqlarını bizdən istəyir, amma bizim haqqımızı bizə vermir. Biz belə insanlara, belə rəhbərlərə, belə idarəçilərə qarşı necə davranaq? Peyğəmbər sallallahu aleyhi və səlləmə 3 dəfə sual soruşulur. Peyğəmbər səlləm buyurur ki, qulaq asın, yəni onları dinləyin, onlara itaat edin. Onlara ancaq öz məsuliyyətləri düşür. Öz yükləri var. Sizə də ancaq öz məsuliyyətiniz düşür. Sizin də öz yükləriniz var. Bu hədisi Müslim rivayət edib. 1846-cı hədisdir. Hüzeyfə bin Əl-Yaman, Allah ona razı olsun, rivayət edir ki, deyir ki, dedim, ya Rasulallah, biz cahiliyyət və pislik içində idik. Sonra Allah bizə bir xeyir gətirdi, İslam gətirdi, böyük bir nemət gətirdi. Bu xeyirdən sonra da yenə bir şey varmı? Peyğəmbər sallallahu aleyhi və səlləm buyurdu, bəli, var. Sonra mən yenə soruşdum, bəs bu, yəni şər olunur da, bu xeyir gəldi, İslam gəldi, bundan sonra bir şər meydana gəldi. Bəs bu şərdən sonra yenə bir xeyir olacaqmı? Yenə bir xeyir varmı? Peyğəmbər sallallahu aleyhi və səlləm buyurdu, bəli, var. Dedi, necədir o? Dedi ki, Peyğəmbər sallallahu aleyhi və səlləm, məndən sonra bəzi imamlar, bəzi idarəçilər olacaq, dövlət başçıları olacaq. Bunlar mənim göstərdiyim yoldan getməyəcəklər və mənim sünnətimlə əməl etməyəcəklər. Və onların içərilərindən bəzi adamlar çıxacaq ki, qəlbləri insan cismində şeytan qəlbləri olacaq. Biz soruşduq Peyğəmbər sallallahu aleyhi və səlləm ki, biz belə bir dövrə çatsaq, belə bir vaxta çatsaq, nə edək? Peyğəmbər sallallahu aleyhi və səlləm buyurdu ki, onları dinləyin, onlara qulaq asın, onlara əmrlərinə itaat edin, onlara kömək edin. Əgər sənin belin yerə vurulsa, səni götürüb belivi yerə vursalar və sənin malın əlindən alınsa, sən yenə də onlara qulaq as, onları dinlə və onlara itaat et. Bu hədisi Müslim rivayət edib. Hədis nömrə 1848. Və bugün müasir dövrümüzdə biz bilmirik Peyğəmbər sallallahu aleyhi və səlləm bu hədisləri hansı dövrə aid edərək deyib. Yəni elə bir dövr gələcək deyib. Biz bu günləri bu hədislərə baxanda bu hədislərdən dərslər götürürük. Bu gün götürəndə bütün dünyada, beynəlxalq aləmdə heç bir ölkə başçısı ədalətsiz deyil. Ədalətsiz deyil. Əgər hansısa bir təbəqəyə görə o ədalətsiz sayılsa belə, həmin təbəqə vacibdir ki, ona itaat etsin, ona kömək etsin, ona hörmət etsin. Bu, Allahın və Rəsulunun əmridir bütün müsəlmanlara. Bu baş qaldıranlar cahillərdir. Bu baş qaldıranlar cahillərdir. Savadı olmayanlardır. Peyğəmbər sallallahu əleyhi və səlləm deyir ki, qulaq asın, itaat edin, hətta sizin belinizi yerə vursalar da, hətta sizin malınızı əlinizdən alsalar da, yenə də onları dinləyin, onlara qulaq asın da, xeyir buradadır da. Niyə bu xeyirdən qaçırsan, ey müsəlman?
Və həmin bu hədis Daraqutninin Müslimə əlavə etdiyi hədislərdəndir. Yəni Daraqutni Müslümin hədislərini toplayıb öz kitabında və bu hədisi də orada qeyd edib. Və orada bu hədisi qeyd ediləndən sonra Daraqutni görün nə buyurur? Buyurur ki, bu hədis mənə görə mürsəldir. Çünki Əbu Səlam Hüzeyfədən hədis eşitməmişdir. Fitnə çıxartmaq, idarəçilərə baş qaldırmaq və əzilməmək istəyən bəzi kimsələr Daraqutninin bu ifadələrinə bağlanaraq aşağıdakı səbəblərdən ötürü bunda onlar üçün bir dayanacaq yoxdur. Birincisi, Daraqutni bu hədisin zəif olduğu dedisə, Müslimdə səhih olduğunu demişdir. Demək, bu hədis səhihdir. Və bu barədə onun sözü Müslimin sözü keçir. Daraqutninin sözü keçmir. İkincisi, bu hədisi Hüzeyfədən sadəcə Əbu Salam nəql etməmişdir. Xalid bin Xalid əl-Yəşquri də deyilən Səbi bin Xalid bu hədisi Hüzeyfədən bu ləfzlər rəvayət edərək ona tabi olmuşdur. O da budur. Buyurur ki, sonra zəlalətin dəvətçiləri çıxacaq. Peyğəmbər sallallahu buyurur. Sonra zəlalətin dəvətçiləri çıxacaq. O gün yer üzündə Allahın xəlifəsini görərsən, səni yəni əziyyət verər, malını alar, sana əziyyət verər, nə edərsə ondan ayrılma. Onun yanında ol, ona kömək ol. Bunu Əhməd, Hakim, Əbu Avana, Bəzzar, İbn Əbu Şeybə, Mə'mər bin Raşid, bunların hamısı Sübeyyi, Hüzeyfə yolundan rəvayət ediblər. Üçüncüsü, İmam Müslimin rəvayətinin buna dəlalət etməsi səbəbilə bu hədisin ləfsi də, mənası da əhl-i sünnət tərəfindən qəbul olunmuş və bu hədisi böyük alimlər şərh edərək bu hədisi dəstəkləmiş və bunu tətbiqata aparmışlar. Əgər mənası rədd edilmiş olsaydı və Peyğəmbər sallallahu aleyhi və səlləmin bilinən sünnətinə, məşhur sünnətlərdən birinə müxalif olsaydı, alimlər mütləq bunu hədisi rədd edərdilər, bunu qəbul etməzdilər, yaşadıkları dövrdə tətbiqatını keçməzdilər. Və heç biri bu hədisi rədd etməmişdir. Bu da onların bu hədisin isnadına və sübutuna baxmadan mənası və dəlaləti üzərində ittifaq etdiklərinin sübutudur. Dördüncüsü, bir də bu hədisə şahidlik edən məsələlər var. Məsələn, Peyğəmbər sallallahu aleyhi və səlləmin Müslim tərəfindən rəvayət olunan hədisi bunun şahididir və Peyğəmbər sallallahu aleyhi və səlləm bu hədisində zalim idarəçilərdən söhbət açır. Buyurur ki, sizin borcunuz olan haqqı yerinə yetirməkdir. Bayaq biz bu hədisi qeyd etdik. Yəni, ola bilər zalim bir hökmdara rast gələrsiniz. Sizin borcunuz olan itaat etməkdir, qulaq asmaqdır. Sizin lehinizə olanı da, yəni sizin xeyrinizdə istədiyinizi Allahdan istəyin. Bu mənaya gəlir. İdarəçinin insanların haqqını əngəlləməsi, yəni insanların haqqını özünə verməməsi və döyülməsinin haqqı olmayanı döyməsi və ya haqlarını əllərindən alınması bəzilərinin və ya bəzilərinin haqlarından onları məhrum etmək surəti ilə onlara zülm etməsi və yaxud da günah olmayan məsələlərdə ona qarşı gəlməyi icazəli hala gətirmir. Yəni, əgər bir ölkənin başçısı bir ölkədə zülm edirsə, döyürsə, vurursa, incidirsə, belə bir halda da belə sənin borcun, ey vətəndaş, itaat etmək, səbr etmək, ona kömək etmək, onu dəstəkləməkdir. Bu səbəbdən alimlər insanın canına və ya malına hücum edəni dəf etməsinin icazəlisindən idarəçisinin istisna edilməsində icma etmişlər. Necə ki, İbn Münzir deyir ki, elm əhlinə görə, bütün alimlərə, İslam alimlərinə, elm əhlinə görə bir şəxs özünə zülm edilmək istənildiyi vaxt sözü edilən məsələləri, yəni canını və malını müdafiə haqqı vardır. Elm əhli bunda şübhəyə düşməmişlər və yaxud da
mübahisə etməmişlər. Amma özlərindən məlumat alınıb mühafizə edilən hədis alimlərinin hamısı idarəçinin zülmünə səbr etməli və ona baş qaldırmamağı məsləhət görmüşlər. Yəni səbr edəcəksən, baş qaldırmayacaqsan, çıxmayacaqsan, ondan icazəsiz ölkəni tərk etməyəcəksən. Ey müsəlman, hara gedirsən? Hara gedirsən sən? Sənin cihadın böyükdür. Öz nəfsinlə cihadın böyükdür. Onu yerinə yetir. Ailəni dolandırmaq özü bir cihaddır. Onu yerinə yetir. Ölkəndə müsəlmanlarla yardımlaş, kömək elə. O bir cihaddır. Onu yerinə yetir. Ölkənin başçısı kömək elə. Yaşadığın ölkənin, dövlətin, vətəndaşlarının köməkçisi ol. Bunlar hamısı cihaddır da, savab işlərdir bunlar hamısı. Cahillik etmə ey müsəlman. Və rəvayət edildiyinə görə Nafi buyurur ki, Abdullah ibn Ömər, Ömərin oğlu Abdullah, Allah ondan razı olsun, Muaviyyənin oğlu Yezid zamanında Hərra hadisəsinin meydana gəldiyi vaxt, ortaya çıxdığı vaxt Abdullah ibn Mutiyə gedir. Abdullah bin Mut'i deyir ki, yəni Abdullah bin Mut'inin yanına gedir. Abdullah bin Mut'i deyir ki, Əbu Abdurrahmana bir yastıq verin. Yəni Abdullah bin Ömərin oğlu Abdullahın künyəsi Əbu Abdurrahmandır. Və Nafi deyir ki, və Abdullah ibn Ömər Muaviyyənin vaxtında, Muaviyyənin oğlu Yezidin zamanında Hərra hadisəsi meydana gəldiyi vaxt deməli Mut'anın oğlu Abdullahın yanına gedir və Abdullah ona deyir ki, bu Əbu Abdurrahmana bir yastıq verin və Ömərin oğlu Abdullah buyurur ki, mən oturmaq üçün gəlməmişəm. Sonra Peyğəmbər sallallahu aleyhi və səlləmdən eşitdiyim bir hədisi sənə demək üçün gəlmişəm. Bunu biləsən, mən Peyğəmbər sallallahu aleyhi və səlləmi belə deyərkən eşitdim. Hər kim əlini itaətdən çəkərsə, qiyamət günü heç bir səbəbi olmadan, yəni heç bir üzrü olmadan Allaha qovuşar. Hər kim boynunda bir beyət olmadan ölərsə, cahiliyə ölümü kimi ölmüş olar. Yəni, yaşadığın yerdə başçı seçirlər, gedib ona səs verəcəksən. Səs verməlisən ona. Çünki belə bir şeydən uzaq qalan, bu əməli etməyən insan cahiliyə ölümü kimi ölmüş olar. Çünki buna görə də sən sorğu-sual olacaqsan. Bu idarəçiyə qarşı çıxmağı hərəkətində xeyri də murad etmək lazımdır. Yəni ki, idarəçiyə qarşı çıxmaq heç vaxt heç kimə xeyir gətirməyib və məsləhətli bir iş deyil. Və deməli, bu hədisi Müslim rəvayət etmişdir. Yuxarıda qeyd etdiyimiz hədisi Müslim rəvayət etmişdir. Və Ümmü Sələmə, Allah ona razı olsun, Peyğəmbər sallallahu aleyhi və səlləmin belə dediyini buyurur ki, Peyğəmbər sallallahu belə buyurdu, deməli, bəzi əmirlər gələcək, yəni ölkə başçıları gələcək, rəhbərlər gələcək. Siz onların işlərindən bəzisini yaxşı görəcəksiniz, onların işlərinin bəzisi sizin xoşunuza gələcək, sizə görə gözəl olacaq, sizə gözəl görsənəcək, bəzisini də inkar edəcəksiniz. Bəzi onların gördüyü bəzi işlər sizin xoşunuza gəlməyəcək. Artıq münkəri, pisliyi, pislik görən təmiz qalır. Təmiz qalar. İnkar edən günahından sağlam olar. Amma razılıq göstərən və tabi olan həm günahdan salamat qalmaz, həm də ortaqlıq günahından sağlam olmaz. Yəni, hamı kimi o da günahkar olar. Sahabələr dedi ki, biz onlarla müharibə etməyəkmi?
Peyğəmbər sallallahu aleyhi və səlləm buyurdu ki, xeyr, onlarla müharibə etməyin, namaz qıldıqları müddətcə heç vaxt onlarla müharibə etməyin. Müslim, bu hədis 1854-cü hədisdir. Və Af ibn Malik, Allah ona razı olsun, Peyğəmbər sallallahu belə dediyini rivayət edir. Hökümdarlarınızın, başçılarınızın ən xeyirlisi bir-birinizi sevdikləriniz və bir-birinizə dua etdiklərinizdir. Hökümdarlarınızın ən pisləri də bir-birinizə qəzəb etdiyiniz və lənət etdiklərinizdir. Bununla qəsd edilən məqsəd budur ki, idarəçiyə məclislərdə və cəmiyyət içərisində, insanlar arasında lənət etmək olmaz. Çünki bu, ümumiyyətlə, bu güvənin, yəni etibarlılığın itməsinə, üsyanın baş verməsinə, anarxiyanın meydana gəlməsinə, yayılmasına yol aça bilər. Ona görə də bu Allahın kitabında Peyğəmbər s.ə.v-in sünnətindən əldə olunan şəri əsasların dəlalət etdiyi kimi insanla öz arasında olan bir məsələdir. Yəni bu məsələdə həmişə susmaq və baş qaldırmamaq həmişə müsəlmana xeyir gətirir. Və Af ibn Malik, Allah ondan razı olsun, Peyğəmbər sallallahu aleyhi və səlləmin belə dediyini rivayət etmişdir. Hökümdarlarınızın ən xeyirlisi bir-birinizi sevdikləriniz və bir-birinizə dua etdiklərinizdir. Hökümdarlarınızın ən pisləri də bir-birinizə qəzəb etdiyiniz və lənət etdiklərinizdir. Yəni bu o deməkdir ki, həmişə hökümdarlara dua edin, xeyir dua edin. Belə etsəniz, hökümdar sizə xeyir dua edər, sizin yaxşılığınızı istəyər. Sizdən asılı olan bir məsələdir. Hökümdarlarınızın ən pisləri hansıdır? Yəni siz onlara qəzəb edirsiniz, onlar sizə qəzəb edirlər. Bir-birinizə boz və lənət etdikləriniz. Yəni sual verdilər ki, ya Rasulallah, onlarla, qılıncla müharibə aparaqmı? Kimlərlə? Peyğəmbər sallam deyir ki, yəni Af ibn Malik deyir ki, Peyğəmbər sallam bizə dedi ki, sizin hökümdarlarınızın ən xeyirlisi bir-birlərinizi sevdikləriniz və bir-birlərinizə dua etdiklərinizdir. Hökümdarlarınızın ən pisləri də bir-birinizə qəzəb və lənət etdiklərinizdir. Ya Rasulallah, onlarla qılıncla müharibə aparaqmı deyildi? Dedilər, Peyğəmbər sallam buyurdu ki, yox, xeyr. Aranızda namazı iqamə etdikləri müddətcə namaz qılmağa şərait yaradır. Məscidlərin təmir olunması üçün kömək etdiyi müddətcə, namaz qılmağa şərait yaratdığı müddətcə yox. Əgər idarəçinizdən xoşlamadığınız bir məsələni görsəniz, onun edilməsini əgər siz pis görürsünüzsə, itaatdən əl çəkməyin. Bax, Peyğəmbər sallallahu buyurur ki, əgər aranızda namazı iqamə edərlər, namaz qılmaq üçün şərait yaradarlarsa, əgər idarəçiliyinizdən xoşlamadığınız bir şeyi görsəniz, yəni o şeyin hansı o xoşlamırsınız o şeyi o edir, onun edilməsini pis görün və itaatdən əl çəkməyin. Yəni sizin yaşadığınız məmləkətdə nəyisə görürsünüz ki, məsəl üçün yaşadığınız yerin rəhbəri ola bilər bir iş görsün, o sizin xoşunuza gəlmir. Amma xoşunuza gəlməsə də belə, yəni onu ürəyinizdə saxlayaraq siz yəni ona qarşı hörmətli davranın, ona itaat edin, onun dediklərini yerinə yetirin. Bu hədislərdə kifayət qədər məlumatlar vardır. Uzatmaq istəmədiyimizə görə, çünki biz baxsaq, məsəl üçün sinənlər, müsnədlər, yəni bu cür hədislərlə doludur. Bütün hədis kitabları doludur. Yəni yaşadığın yerin ölkə başçısına itaat etmək haqqında kifayət qədər hədislər var. Biz onların hamısını burada qeyd etmədik, sadəcə bir neçəsini qeyd etdik.
Əsas da biz burada qeyd etdik, Buxara və Müslümin səhihlərində zikr olunan bəzi hədisləri qeyd etdik ki, yəni bütün bunlar bizə onu dərs verir ki, biz heç vaxtı harda yaşamağımızdan asılı olmayaraq o yerin qayda qanunlarından çıxmamalıyıq, o yerin cəmaatından ayrılmamalıyıq, o yerdə adət-ənənə necədirsə, İslama zid bir şey yoxdursa, əksinə İslam da o adət-ənənələri dəstəkləyirsə, biz də orada gözəl yaşayıb adət-ənənə sayəsində dilimizi, gücümüz çatan qədər yaşamalıyıq. Bu qədər. Məqsəd budur ki, yəni müsəlman gənclər islah olsunlar. Allahdan bütün müsəlmanlar üçün möhkəmlik, güc, qüvvət və bir-birinə qarşı hörmət və əsas da İslamı düzgün başa düşüb düzgün yaşamağı arzu edirəm. Allah hər birimizin günahlarımıza bağışlasın. Esselamu aleykum və rəhmətullahi və bərəkatuhu.